Ötən gün Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran istiqamətindən dövlət sərhədimizi pozmağa cəhd göstərən 7 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Dayan əmri verilərək sərhəd pozucuları təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Lakin onlar əmrə tabe olmayıb, silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsd etmək məqsədli atəş açıblar. Sərhəd naryadı tərəfindən qanunun tələblərinə uyğun olaraq silah tətbiq edilib və onlardan biri hadisə yerində zərərsizləşdirilib. Silahlı müqavimət göstərən digər 3 nəfər isə geriyə qaçmağa nail olub. Polis əməkdaşları ilə birgə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində digər 3 nəfər Balakən rayon sakinləri Rəcəb İbrahimov, İsa İsayev, Kamran Uzunov saxlanılıb. Əraziyə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 51 kiloqram 884 qram narkotik vasitəyə bənzər maddə və çox sayda psixotrop həb aşkar olunaraq götürülüb. Hadisə ilə əlaqədar İran İslam Respublikasının sərhəd nümayəndələri ilə görüş də keçirilib. Fakt üzrə Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğu tərəfindən zəruri əməliyyat, istintaq tədbirləri davam etdirilir.